Nərgiz klinikasının təşəbbüsü ilə Bakıda 1-ci beynəlxalq parazitologiya konfransı keçirilib. Tədbirdə parazitar xəstəliklərə qarşı mübarizə üsulları müzakirə olunub. Son illər dünyada, eləcə də ölkəmizdə parazitar infeksion xəstəliklərin törədicilərinə və vektorlarına qarşı mübarizə xeyli çətinləşib. Nərgiz klinikasının təşkilatçılığı ilə keçirilən 1-ci beynəlxalq parazitologiya konfransında bildirildi ki, əsas məqsəd müxtəlif ixtisaslardan olan həkimləri və digər mütəxəssisləri bir araya gətirərək elmi təcrübə və yanaşmaların müzakirəsinə imkan yaratmaqdır. Biz çalışırıq ki, parazitar xəstəliklərin hər tərəfi, həm elmi, praktik olaraq hər tərəfli biz geniş bunu tətbiq edək. Çünki uzun illərdir bu haqda yəni informasiya çox son illərdə az olub. Amma Ümumdünya Səhiyyə Təşkilatının dediklərinə görə bugün dünyada bu xəstəlik çox yayğındır. Elmi konfransda yerli və xarici mütəxəssislər fikir mübadiləsi aparıb. İştirakçılar həkim mütəxəssislərin təcrübələrindən yararlanaraq klinik təcrübədə tətbiq edə biləcəkləri yeni metodlar öyrənmə imkanı qazanıb.